Salam, birinci Qədr gecəsi nə vaxtdır? Aleykum salam, sual veriblər. Ümumiyyətcə, Qədr gecəsinin vaxtını heç kim dəqiq bilmir. Heç kim dəqiq deyə bilməz ki, Qədr gecəsi Ramazanın filan gecəsinə təsadüf eləyir. Filan gecəsi olacaq. Filan gecəsi Qədr gecəsidir. Bunu dəqiq deyə bilməz. Yəni, Muhammed Peyğəmbər hətta Qədr gecəsinin dəqiq vaxtını bizə deməyibdir. Sallallahu aleyhi və səlləm. Yəni, Muhammed Peyğəmbər bir hədisdə buyurur ki, yəni Qədr gecəsini Ramazanın son 10 gecəsində axtarın. Son 10 gecəsinin tək gecələrində axtarın. Ona görə də yaxşı olar ki, bir insan Qədr gecəsinin, Ramazan ayının son 10 gecəsini səhərə qədər ibadətlə keçirsin ki, o gecəyə təsadüf eləsin. Çünki dəqiq heç kim vaxtını deyə bilməz Qədr gecəsinin. Məsələn, bəziləri var görsən, deyir, Ramazanın 23-cü gecəsidir, 27-ci günü, 27-ci gecəsi Qədr gecəsidir falan. Bunlar heç kim dəqiq onu deyə bilməz. Yəni, bunu nəyə əsasən deyir? Halbuki Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm belə hətta dəqiq vaxtını bizə deməyib ki, Qədr gecəsi filan gecədə olacaq, o gecəni ibadətlə keçirdin. Deyib ki, Allah Rəsulu, son 10 gecədə axtarın Qədr gecəsini. Ramazanın son 10 gecəsində, 10 gecəsinin tək gecələrində axtarın. Ona görə də dəqiq Qədr gecəsinin vaxtını heç kim deyə bilməz ki, filan gecəyə, filan gecəyə, filan gecəyə təsadüf eləyir. Yəni, yaxşı olar ki, bir insan son 10 gecəni ibadətlə keçirsin səhərə qədər.